Xonça, o hələ də mənə çatmır, neçə ildir də çatmır. Qızı aparırlar, qızı çoxlu paltarlar, zadlar alırlar da indi altı üstü. Sonra götürürlər, özdə indiki xonçalar vapşı dəhşətdir ha. Əvvəl yenə cəhənnəm belə üst-üstə qatlayırdılar, üstünə də bir bez atırdılar, görünmürdü. İndiki xonçaların içində veşilka var. Onların hamısını veşilkaya belə keçirdirlər belə. Mağarada belə fırlayırlar. Bu başdan girirlər, oğlan evi gəldi. Qabaqda çox bilmiş saçının burası bir damcı belə ağ, zaftalı bibi. O biri tərəfdə elti, bu biri tərəfdə xala. Üçü də bir-birinə düşmən. Hamısı bir-birinə ağzını əyir. Götürüblər xonçalar belə. Qızıl xonçası bibinin əlində olur, mütləq. Belə durur. Yazıq xala veşni iç geyimlərini daşıyır. Eltiyədəki şirniyyat verirlər ki, birdən zaddan elə cəhənnəm. Şirniyyatı ona buna yedistirəcəklər də, yəni. Göstərir xonçanı hamıya. Bu tərəfdən girirlər. Bizdə palatka toylarında qadınlar bir cərgə otururlar, kişilər bir cərgə otururlar. Başda da xanəndələr olur da. Burada qadınlara göstərə-göstərə gedirlər. Oradan gedənə qədər o üst dollarda var. Allah haqqı, qeybətlər belirlir bir-birinə. Az ona bax, ikisi də ayaqqabı alıblar. Az ona bax, ucuz filan yerdən alıblar. Hani heç qızıllarını da görmədik, ortalığa çıxartmadılar. O qızılın üstünün etiketi, hani yəqin ondan bundan alıb gətiriblər. Toydan sonra qaytaracaqlar. Pıçı, o xonça gedənə qədər. Orada gedirlər bir rəstə xanəndələrin qabağında belə oynayırlar. Sonra fırlayırlar, bu tərəfdən qaytarırlar. Bu tərəfdən kişilər oturur baxı. Bəydən qabaq bütün kişilər o paltarları görürlər. Qəşəkdir, bu rəngi qəşəkdir. Bu sənə oturacaq, sabah bu geyinərsən.